Hər vaxtın xeyir olsun, dəyərli izləyicilər, əziz tamaşaçılar. Milli Xəbər studiyasındayıq və bugün də çox maraqlı bir mövzu ətrafında fikir mübadiləsi edəcəyik. Sosial şəbəkələrdən danışacağıq. Qonağımız, dost həmkarımız, teleaparıcı, əməkdar jurnalist Mətanət xanım Ağamirlidir. Mətanət xanım, xoş gəldiniz studiyamıza. Xoş gördük, xoş gördük. Mən də salamlayıram sizi və sizin studiyadan tamaşaçılarınızı. Yeri gəlmişkən Milli Xəbər, AS İnternet televiziyasının, belə deyək də, efir məkanına ayaq açması münasibətilə təbrik edirəm sizi. Bitib tükənməyən uğurlar arzulayıram və eyni zamanda arzu edirəm ki, bu TV ənənəvi medianın ənənəsini davam etdirsin. Çox sağ olun, təşəkkür edirəm. Və əlbəttə bugün bizi bu studiyaya gəlmədik və bir sıra suallar da hazırladıq ki, yəni xüsusilə cəmiyyətimizi düşündürən, sosial şəbəkə iştirakçılarını maraqlandıran sualların ətrafında düşündük və mən istərdim ki, elə ilk sualımıza keçid alaq. Sosial şəbəkələrdəki hal-hazırki vəziyyət, yəni uzun illərdir bilirəm ki, siz həm televiziya fəaliyyəti, həm mətbuat sahəsində bir sıra, həm çap mətbuatında çalışmısınız, həm televiziya məkanında çalışmısınız. Ümumi şəkildə bir peşəkar media mənsubu kimi necə baxırsınız? Hal-hazırki sosial şəbəkələrdəki vəziyyət qanunici səviyyədədir. Sosial şəbəkələrdəki vəziyyət müxtəlif parametrlərdən qiymətləndirilə bilər əlbəttə ki və qane edicidir bir mənalı şəkildə, qane edicidir və ya qane edici deyil demək mümkün də deyil. Çünki günün trendi bugün etiraf edək ki, sosial mediadır, sosial şəbəkələrdir. Onların aktuallığıdır və bütün dünya telefonda cəmlənibdir. Sosial media ətrafında, sosial şəbəkələr ətrafında. Əlbəttə ki, cəmiyyət olaraq, əgər siz cəmiyyət olaraq soruşursunuzsa ki, bizim cəmiyyətdə necədir sosial mediadakı fəallıq, sosial şəbəkələrdəki bizim cəmiyyətin fəallığı və qənaətbəxşliyi artıq bu başqa məsələdir. Yəni söhbət bizim cəmiyyətdən gedirsə. Əlbəttə bu qeyd etdiyim kimi günün trendidir və qloballaşan dünyanın trendidir. Azərbaycan dünyanın bir parçasıdır. Bu inteqrasiyadan, bu sosial mediadan kənarda qalmaq mümkün deyil. Ona görə də təbii ki, biz də bu sosial şəbəkədə nəinki az, belə deyək də, daha az formada, əksinə daha geniş çaplı şəkildə təmsil olunmalıyıq. Amma necə təmsil olunmalıyıq? Yenə də növbəti sual çıxır ortaya. Əlbəttə ki, bu baxımdan bugün ənənəvi medianın üzərinə çox böyük məsuliyyət düşür ki, çünki media sayəsində daha geniş imkana, daha geniş təcrübəyə malik olan bizim həmkarlarımız, media mənsubları, belə deyək, cəmiyyətin üzvlərini, əhalini, insanlarımızı sosial mediadakı davranışlarına bir nümunə sərgiləməlidir. Mediadan maarifləndirmə aparılmalıdır. Bəli, yəni nümunə obrazını oynamalıdır. Baxın, deyək ki, bugün biz bir çox ölkələrin peşəkar simaları və ya televiziyalarına istinad etsək, çox illik təcrübələrinə istinad etsək, Əl Cəzirə televiziyasının, bizə doğma olan Türkiyə televiziyalarının çox illik stajına malik televiziya və onların çox təcrübəli, qocaman jurnalistlərinin, belə deyək, təcrübələrinə istinad etsək, ənənəvi media, siz qeyd etdiyiniz sosial mediadakı canlı yayım deyək, paylaşımlar deyək, bunların hamısına öz nümunəsi ilə tənzimləməyə məcburdur, məhkumdur. Çünki, niyə görə belə sərt ifadə ilə deyirəm? Çünki bu məhkumluq, məcburluğu biz boynumuza götürməsək, bu bir məsuliyyət əslində cəmiyyət qarşısında media mənsublarının boynumuza götürməsək, o zaman sizin də az öncə efirdən öncə vurğuladığımız kimi narazı olduğunuz nüanslar nəinki azalar, əksinə daha çox olar şaxələnər. Deyim ki, burada siz qeyd etdiyiniz kimi maarifləndirmə və müsbət nümunə obrazları, müsbət dəyərləri sosial mediaya daha çox transfer etmək lazımdır ki, o bizdən sonra gələn nəsil, uşaqlar, gənclər, yəni sizin dediyiniz kimi maarifləndirmə missiyası bir növ bu formada həyata keçirilir. Aydındır Mətanət xanım. Bu prosesdə təbii ki, siz biraz öncə vurğuladınız, yəni
media mənsublarının, peşəkar media mənsublarının, yəni sosial şəbəkəyə bir növ yaxşı mənada axını bu problemin aradan qaldırılmasında müstəsna rolu var. Yəni bu prosesdə təbii ki, elə insanlar var ki, onları belə də yaxşı mənada maarifləndirmək üçün ictimai qınaq predimenti də olduqca vacibdir. Siz necə düşünürsünüz ki, bu məsələdə bəzi sosial şəbəkə iştirakçıları üçün hər hansı bir ictimai qınaq formalarından istifadə etməsinə necə baxırsınız? Bilirsiniz, ictimai qınağın formalaşması çox vacib amildir, bəli, cəmiyyətlərin inkişafı üçün və mən hər zaman ictimai qınağın, daha doğrusu nəzarətin formalaşmasına çox dəstəkləyən biriyəm. Bugün də eyni mövqedəyəm. Amma bu sosial media, ümumiyyətlə sosial şəbəkələr biraz yox, ümumiyyətlə idarə olunmaz bir faktordur. Bu baxımdan ictimai qınağı formalaşdırarkən də ehtiyatlı olmaq lazımdır. Çünki biz bir profildən daxil oluruq bu dünyaya və bu virtual dünyada bizim görmədiyimiz qarşımızda minlərlə insan bizi görür. Doğrumu? Sizin o dediyiniz bir hörmətli, nüfuzlu bir bizim media mənsubu və ya bir ziyalımızın o ictimai qınağı formalaşdırılması o minlərlə, yüz minlərlə insanın təhqiri ilə üzləşmə təhlükəsi qarşısında qala bilər. Doğrumu? Bu baxımdan o qədər həssas bir məqamdır ki, mən düşünürəm ki, ictimai qınaq lazımdır, amma o da elə bir formada, elə bir səviyyədə həyata keçirilməlidir ki, qarşıdakılar belə deyim də o təhqir forması ilə gizlənərək bir şəxsin 15 profilindən təhqirinə səbəb olmasın, hədəf seçməsinlər. Bu baxımdan yeganə düşündüyüm odur ki, əlbəttə jurnalistlər, bizim çox dəyərli həmkarlarımız var. Azərbaycan jurnalistikasının yükünü çiyinlərində daşıyan bizim minlərlə çox dəyərli qələmdaşlarımız var, aparıcılarımız var, ziyalılarımız var. Və ayrıca bizim ziyalılarımız var, hansı ki, jurnalist işləməsələr də elə jurnalist kimi, fəaliyyətləri jurnalist kimi maarifləndirilmək ilə, təbliğatla həmişə sərgilənibdir. Onların özləri də sadəcə öz nümunələrini daha çox kadr arxası yox, əksinə sosial media hesablarına daşıyaraq o nümunəni canlandırmalıdırlar ki, digərləri üçün də örnək olsun ki, bu formada istifadə etmək daha doğrudur. Və bir də bir məqam var, mən onu da yeri gəlmişkən vurğulamaq istəyirəm. Hansı ki, o məsələ məni də təbii ki, qayğılandırır. Azərbaycan jurnalistikası biz bilirik ki, yəni Zərdabidən tutmuş bugünə qədər olan dəyərlər qorunub, saxlanılıb, bugün davam etdirilir. Həsən bəy Zərdabinin belə deyək, bünövrəsini qoyduğu o ənənəni bugün də yaşadan bizim çox dəyərli jurnalistlərimiz var. Amma eyni zamanda təbii danışsaq problemlər də var, qayğılar da var, çətinliklər də var, süni və süni olmayan problemlər var, nəzarətsizlik var bəlkə hansısa məqamda. Mən düşünürəm ki, bu məsələlər çox ciddi və bu məsələlər çox ciddi formada tənzimlənməlidir. Soruşsanız ki, hansı formada tənzimlənməlidir? Deyərdim ki, deyək ki, hər hansı bir jurnalist sosial media hesabı da var, aktivdir. Eyni zamanda hər hansı bir saytda, internet xəbər portalında, televiziyada və ya qəzetdə çalışır. Və qəzetlərdə, saytlarda verdiyi informasiyanı daha qabarıq şəkildə sosial media hesabında paylaşır. Təbii ki, orada belə deyək də, o like yığmaq, populyarlaşmaq, bunlar da hamı üçün aktualdır. Bizim bir həmkarımızın gözəl bir sözü var idi. Deyir, pulsuz reklamda da Facebook verili bir imkan, Twitter, Facebook, Instagram, kim necə istəyir, elə də istifadə edir. Bəli, kim necə istəyir, elə bu demokratiyanın, demokratik dəyərlərin verdiyi amildən çıxış etsək, kim necə istəyir, elə də istifadə etsin demək olar. Amma cəmiyyətin təəssübkeşi olaraq, əgər biz bu cəmiyyəti gələcək nəsillərə daha sağlam şəkildə, daha belə deyək ki, mükəmməl bir formada çatdırmaq istəyiriksə, düşünürəm ki, yəni kim necə istəyir ifadəsi ilə yanaşmamalıyıq. O mənada ki, bizim sosial media hesablarında olan, xüsusilə olan jurnalistlərimiz o like yığmaqdan, populyarlaşmaqdan dolayı informasiyanı
Həm bir balaca sosial medianın inkişafını da düşünsünlər. Hə, Belə. yəni cəmiyyətimiz bu sosial mediada necə təmsil olunur məsələsi var. Bu gün dünya qloballaşır və bütün dünya orada az öncə qeyd etdik ki, düşünsəniz biz buradan görürük Türkiyə cəmiyyəsi necə görünür, Rusiya cəmiyyəsi sosial media hesablarında necə görünür və ya digər dövlətlər, xalqlar, millətlər, toplumlar. Uğurlu sosial media platformaları olan bir ölkə kimi. Bəli, və o cür qiymətləndirilsin. Mən bu baxımdan təəssüfkeş olduğum üçün də bu fikri qeyd edirəm və yenə də deyirəm, biz təcrübəli TV və jurnalist mənsubiyyətin, jurnalistikaya mənsub şəxslərin ümumilikdə dünyada qəbul olunan simaların belə deyək, təlimlərinə, çıxışlarına, nitqlərinə və yaxud da ki, açıqlamalarına diqqət yetirsək, ənənəvi jurnalistikanın bugün çox təəssüf ki, sosial mediaya uduzur ifadəsi müzakirədədir. Yəni siz çap mətbuatını nəzərdə tutursunuz, yoxsa? Ümumiyyətlə, bilirsiniz necədir? Hamı telefonda cəmləşib, doğrumu? Biz hamımız telefondan izləyək. Hətta hər hansı bir televiziyada gedən xəbəri belə etiraf edək ki, telefondan... Artıq dərhal internet resurslardan əldə edirsiniz. Bəli, bu baxımdan, bax, bu baxımdan yəni gizlətmək lazım deyil ki, bu heç kimə sir deyil. Bəli, bugün ənənəvi media, nəinki çap məhsulları, ənənəvi media sosial platformaya uduzur sürətlilik baxımından. Amma keyfiyyət və kəmiyyət məsələsi var. Mən istəyirəm ki, keyfiyyəti daha çox keyfiyyət transfer olunsun sosial mediaya. Mən bunu istəyirəm. O yüzdən bunu qeyd edirəm mən. Mən çox təşəkkür edirəm ki, Mətən xanım olduqca bu məsələ ilə bağlı çox geniş fikirlərinizi bölüşdünüz və yeri gəlmişkən mən bir məsələyə də istəyirəm diqqət çəkək, sosial deməli şəbəkələrlə bağlı. Yəni ümumi şəkildə bu sosial şəbəkə segmentlərində, yəni səhifələrdə, fərdi profil səhifələrini nəzərdə tuturam, canlı yayımlar edirlər. Müxtəlif bizim vətəndaşlarımız, müxtəlif bizim soydaşlarımızdan olan insanlar sosial şəbəkə səhifələri yaradırlar. Təbii ki, bunlar sərbəstlər və yaxud da qeyd elədiyiniz demokratik bir mühit, dünyəvi dəyərlərin fonunda Azərbaycanda da təbii ki, sosial şəbəkə iştirakçıları mən bildiyimə görə ölkə əhalisinin 80%-dən çoxu sosial şəbəkə iştirakçısıdır. Bu təbii ki, cəmiyyətdə baş verən istənilən proses, ictimai, mədəni, siyasi bütün proseslərlə bağlı insanların artıq belə deyək ki, bir-birini həm tanımaları, həm də informasiya toplamaları baxımından sosial şəbəkə olduqca böyük bir meydandır. Bax, bu meydanda təbii ki, yer alan bizim iştirakçılarımız, yəni sosial şəbəkə canlı yayım edərkən onlara nələr tövsiyə edərdiniz? Yəni, hansı vacib məqamlara diqqət çəkir? Məsələn, bir də görürsən, bir qazini, üzr istəyirəm, qazi ilə bağlı bir söhbət aparırlar, götürürlər, oradan onun canlı yayımlar eləyirlər və s. və əl-axırda. Yəni, o canlı yayım edərkən, ümumiyyətlə, o paylaşımları edərkən daha bir, siz dediyiniz o peşəkarlıq demirik. Səhifə iştirakçısından peşəkarlığı da gözləmək, bu da hər halda doğru olmazdı. Amma hər halda onlara bir məsləhətiniz nədir? Yəni canlı yayım edərkən nələrə diqqət çəksin? Mənim fikrimə qalırsa, əslində mənə görə sosial media toplumların şəxsin deyil, toplumların təbliğatı üçün bir meydandır, bir dünyadır. Dövlətlərin təbliğatı üçün bir meydandır, bir belə deyək, platformadır. Xalqların təbliğatı üçün, dəyərlərin təbliğatı üçün. Mən düşünürəm ki, ümumiyyətlə bu platforma da bəli, hər kəs azaddır. Telefonunu açıb canlı yayım edə bilər. Amma deyək ki, bugün Ukraynada baş verən hadisələr, 2 il öncə, 1 il öncə Dağlıq Qarabağ Böyük Vətən müharibəsində Qarabağ ərazisində baş verən hadisələr və o sərhəd bölgəsində olan insanlar əgər canlı yayımı açıb burada baş verən hadisəni dünya izləyicisini diqqətinə təqdim edirsə, mənə görə bu doğrudur, normaldır. Amma bir kəs öz şəxsi faciəsini ictimailəşdirib Facebook və ya sosial media iştirakçılarının diqqətinə təqdim edirsə, mənim üçün bu uğursuz təbliğatdır. Yəni cəmiyyətin faydalılığına uyğunlaşır. Bəli, mən biraz öncə qeyd etdim. Mən düşünürəm ki, millətlərin, xalqların, toplumların, böyük təşkilatların və dövlətlərin təbliğatı üçün gözəl bir meydandır. Biz öncələr nədən şikayətlənirdik? Yəni 30 il öncə ölkələr nədən şikayətlənirdi? Demokratiya yoxdur. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 90-cı illərdən etibarən Azərbaycan dünyaya Ulu öndərin sözü ilə desək günəş kimi doğuldu. Doğrumu? Və Azərbaycanı tanıdılar və bu sosial platforma nədir? Dövlətlərin, xalqların
tanınması, təbliğ olunması. Mən istəmərəm mənim dövlətim, xalqım mənfi aspektlər təbliğ olunsun, təqdim olunsun. Mən düşünürəm ki, bu bir vətəndaş məsuliyyətidir. Mən jurnalist olduğum üçün bunu demirəm. Və hər kəsin üzərində bir vətəndaş məsuliyyət deyilən bir anlam var. Bütövlükdə biz insanlar, fərdlər gəldi gedərdi, toplum dövlət qaldı. Torpaq daimidir, xalq daimidir və dövlət daimidir, dövlətçilik daimidir. Bu ənənələri yaşatmalıyıq biz. Yəni kimsə öz şəxsi faciəsini bir şouya çevirdi. Demirəm, bir şəxs bir haqsızlıqla qarşılaşarsa və çıxış yolu tapmazsa, onu bir ictimai qınaq formalaşsın və bir çıxış yolu kimi görürsə, mən onları da qınamıram. Biraz öncə dediyim fikri bir də qayıdaraq fikrimi tamamlayacağam ki, bugün Azərbaycan gerçəkdən regionda biz necə lider dövlət rolunda çıxış eləyir. Biz illər boyu müzakirələrdə nə istəyirdik? Dağlıq Qarabağ münaqişəsinin həllini, torpaqlarımızın işğaldan azad olunmasını və çox şükürlər olsun ki, biz bu xoşbəxtliyi gördük. 30 ilə yaxın bir zamandan sonra artıq Dağlıq Qarabağ işğaldan azad olundu. Yəni bugün Azərbaycanın təbliğ olunmağa o qədər belə deyim, uğurları var ki, bugün Azərbaycanın dünya müstəvisində müzakirəyə çıxarılacaq o qədər məsələlər var ki, məsələn, Dağlıq Qarabağ ərazisində erməni separatizminin yaratdığı vandalizm. Doğrumu? Bəli. Gəlin biz kiçik bir şifahi indiki halda sizi ilə az-çox sosial mediada biraz aktiv olan şəxs kimi nəzər yetirək. Nə qədər jurnalistimiz, nə qədər bizim sosial media istifadəçiləri müharibədən sonraki dövrdə erməni vandalizmi təbliğatı ilə məşğuldur. Şifahi. Bəli. Bir tutarlı, ağır çəkiyə malik deyil, doğrumu? Doğru. Bu deməkdir ki, yəni biz problemlərimizi, yəni hansı problemlərimizi ermənilərin o 20% torpağı hansı səviyyəyə gətirməsi, bizim mədəni mərkəzlərin, dəyərlərin necə məhv olunması, tarixi abidələrin məhv olunması azdırmı bu? Bütün millətlər, xalqlar öz mədəni sərvəti ilə, mədəni tarixi abidələri ilə, milli sərvətləri ilə tanınır və biz onunla tanırıq. Onun təbliğatı çox önəmli deyilmi? Dağlıq Qarabağ ərazisində yenidən qurma işləri, yenidən qurulması, tikilməsi, haqqı olmayan bir müğənni, bir sənət adamı çıxıb sənətindən danışsa daha yaxşı olar deyə düşünürəm. Amma haqqı çatmayan mövzulara müdaxilə edir. Təbii bu vətəndaşlarda, insanlarda qıcıq doğuracaq. Təbii ki, amma sosial mediada da ziddiyyətlər yaranacaq və biz bununla ziddiyyətli, bəsit bir müzakirənin iştirakçısı kimi dünyaya təbliğ olunuruq. Razısınızmı mənimlə? Əlbəttə, əlbəttə. Yəni düşünürəm ki, bu barədə biz hamımız cəmiyyət olaraq düşünməliyik. Mən hesab edirəm ki, bugünkü mövzumuz ətrafında biz Mətanət xanım çox geniş şəkildə fikir mübadiləsi etdik. Əlbəttə təşəkkür edirəm ki, geniş fikirlərinizlə, yəni sosial şəbəkələrdə bizi narahat edən, eyni zamanda cəmiyyətimizi narahat edən məsələlərə aydınlıq gətirdiniz. İnşallah bizim görüşümüz bununla bitməyəcək. Biz yenə də sizi dəvət edəcəyik, yenə də bir media mütəxəssisi kimi fikirlərinizi öyrənəcəyik. Bu davamlı xarakter alacaqdır. Əlbəttə bizim sizin dediyiniz kimi məqsədimiz dövlətimizin, xalqımızın yaxşı mənada media nümunələri, həm sosial şəbəkə üzərindən, həm sosial şəbəkə platformaları üzərindən dünyaya təqdim etmək üçün biz də Milli Xəbər olaraq öz töhfəmizi verəcək. Əziz tamaşaçılar, dəyərli izləyicilər, bir daha vurğulamaq istəyirəm ki, bugünkü Milli Xəbər studiyasında biz sosial şəbəkələrlə bağlı vacib məqamlara diqqət çəkərək sosial medianın inkişafının üçün önəmli məsələləri müzakirə etdik və düşünürük ki, bu istiqamətdə gələcəkdə də müzakirələrimiz davam etməlidir. Qonağımız tanınmış teleaparıcı, əməkdar jurnalist Mətanət xanım Ağaməliyeva. Təşəkkür edirəm.